izləyicilərimiz, xoş gördük. Sizinlə bugün Vətən Nəbzi TV-nin daha bir çəkilişində görüşə gəlmişik. Deməli, bizim bugünkü görüşümüz Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Dövlətinin, Azərbaycan Təhsil Nazirliyinin və eləcə də bütün orqanların, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər nazirliklərin ən başlıcası Mehriban xanım Əliyevanın himayəsində olan kimsəsiz uşaqların incidilməsini sizinlə paylaşmaq istəyirik. Sizin dəstəyinizə ehtiyacımız var. Bizə müraciət eləmiş Babayev Əli Vaqif oğlunun və onun bacısının başına gətirilən, necə deyim, o zülümləri sizlə bölüşmək istəyirik. Bu zülümlərdən biri hal-hazırda bugün işləri məhkəmədə olan Azərbaycan Respublikasının İnzibati Məhkəməsinin hakimləridir. Hakimimizin adını bugün deməyəcəyik, növbəti dəfəyə saxlayırıq. Növbəti dəfə hakimimizlə bağlı ayrıca bir paylaşım edəcəyik. Və bugün Azərbaycan Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 12 nömrəli, bir vaxtlar 16 nömrəli olmuş, 12 nömrəli xüsusi tipli internat məktəbinin direktoru bizim çox gözəl xanım, həddindən artıq gözəl xanım Elnarə Vəliyevadır. Elnarə xanım Vəliyeva Babayev Əli Vaqif oğlunu və onun bacısını uzun müddətli süründürür. Süründürmənin səbəbi ya Elnarə xanım işin bilmir, ya da Elnarə xanım Azərbaycan Respublikası Prezidentinin sərəncamını və eyni zamanda Nazirlər Kabinetinin qərarını və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimatını saymır. Bu saymaması dəqiqdir. Biz buna görə bugün Azərbaycan Respublikasının Təhsil Naziri Emin bəy Əmrullayev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, bax bu insanların, Azərbaycanda əli çətində olan insanların himayətçisi Mehriban xanım Əliyevə müraciət edirik, Azərbaycan Respublikasının prezidentinə müraciət edirik. Hamısından əvvəl ona görə müraciət edirik ki, Azərbaycan Respublikasının sərəncamı ilə valideyn himayəsindən məhrum kimsəsiz uşaqlar üçün ayrılmış bir dəfəlik müavinatın bu ailəyə, bu bacı-qardaşa Elnarə müəllimənin verməməsidir. Biz Təhsil Nazirliyinə müraciət edib, xahiş edirik ki, bu bir dəfəlik 2600 məbləğində olan müavinatın Əli Babayevə verilməsi üçün Elnarə müəlliməyə ayrıca göstəriş versinlər. Çünki Elnarə müəllimə uşaqları dalbadal məhkəməyə göndərir və məhkəmə də işdən etiraz edir. Deyir, burada heç bir məhkəmə predmeti yoxdur. Bank hesabı açılıb. Ananın imtina sənədi notarial qaydada var. Atanın ölüm kağızı məhkəmənin təsdiqi ilə var. Uşaqların dövlət tərəfindən təsdiq olunmuş kimsəsiz statusu var. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu uşaqlara ayırdığı mənzillər var. Yəni, bu uşaqlar artıq o statusa sahib olduqları üçün Mehriban xanım Əliyeva bunlara ev verib. Belə çıxır ki, bizim Elnarə xanım özün hamıdan yüksəkdə hesab edir. Burada ya bu adamın şübhəsi var, bu yuxarı mərtəbə, yuxarı vəzifə sahiblərinin dəqiqliyinə, ya da özün onlardan yuxarı hesab edir. Ona görə də biz Azərbaycan Respublikasının aidiyyatı adamlarına ən vacibi Emin müəllim Əmrullayeva müraciət eləyərək xahiş edirik ki, çox qısa zamanda Əli Babayevin və onun bacısının
bir dəfəlik Azərbaycan Respublikası Prezidenti tərəfindən ayrılmış bir dəfəlik müavinatının verilməsinə bir çarə qılsınlar, köməklik göstərsinlər və bir də Elnarə xanım kimi müəllimələri o məktəbdən bu məktəbə, o məktəbdən bu məktəbə atıb, bir müəllimə bacarıqsız olanda onu işdən çıxardırlar. Bacarmadığı işdən alıb, başqa işə qoyub, bax, belə problem yaratmırlar. Emin müəllim, sizə müraciət edirəm. Məktəbə pedaqoq qoyun, anadır, ana qoyun. O uşaqlar anadan, valideynindən məhrum uşaqlardır. Onlara ana qayğısı lazımdır.